Greenleaf'in yağ çözücüsündən istifadə edəcəm. Qablaşması da çox qəşəngdir. Hətta axmasın deyə baxın, belə bir torbaya salıblar. Bəlkə də yapışdırıblar. Deməli bu hissəsinə baxın necə bərk yapışdırıblar ki, başlığından axmasın. Aspiratorun şüşəsi eləcə yağ olub. İndi onu Greenleaf'in yağ çözücüsü ilə təmizləməyə çalışacağam. Yağ necə tökülür. Çox qəşəngdir. Bunu birinci dəfədə istifadə edirdim. Home Life'ın kimi istifadə etmişdim. Onun xəbərim var idi. Ama bu şirkette yeni olduğum için bunun yağ çözücüsündən hələ istifadə etməmişdim. Artıq bunun da keyfiyyətinə bələd oldum. Ağız da olsa tərifləməyə həqiqətən layiqmiş. İndi də aspiratorun üzərinə tökəcəm. Görək bunda hansı effekti yaradır. Mənim üçün çox maraqlıdır. Bunun həm də qablaşması, deməli, torpağın üzərinə tulladıqda belə, yəni nə vaxtsa bu çürüyür, torpağa qarışır. Yəni qablaşması belə təbiidir. Hətta qabı digər kapron plasmas qablar kimi tüstü vermir yanında. İnşallah bitəndə onu da göstərəcəm. Baxın necə gedir. Yüngül toxunuşla. Çox qəşəngdir, iyi də heç yoxdur. Qaz plitəsinin üstünə də yoxlayaq. Dəmirli zarfı hamısına yağını qaysın. Bir de burada gördüm. Üstünde. Aspiratorun tam üstünde. Hələ də yağ görürsünüz necə çözülür, tökülür. Deməli burada bir şey hissə görürəm. Onu göstərməyə çalışacağım. Baxın, hələ ora püskürməmişəm. Buradan püskürəndə ora gedib bir damcı o yağı orada çözür artıq. İndi orada püskürəcəm. Şok. Digər aspiratoru da indi sökəcəm. Hətta bu hissəyə belə aspiratordan keçib. Qadınların mətbəxində ən yaralı yeridir bu hissələr. Amma yağ çözücü varsa, baxın necə çözür. Bu problemə də yox deyirik. Bir də qaz plitəsinə yaxın bir hissədə, yəni ona yaxın olan hissədə mebelin altına da baxın necə yağ. Onu da görək təmizləyirmi? Taxtadan necə təmizləyir? Hamısının sübutuna varaq. İndi keçək təmizləməyə. Görək necə təmizləyir. Yüngül toxunuşda artıq yağlara vəda. Bu hissəyə unuttum, vurmadım. İndi vurum. Baxın necə yağları tökür. Ne gözəliymiş bu. Şüşə artıq tərtəmiz. İndi mebelin altını yoxlayaq. Baxın, hələ az müddət keçib artıq yavaş-yavaş yüngül toxunuşa özünü göstərir. Dəsmal axıra qədər dəyişmirəm ki, sonda apardığı yağa baxaq. Deməli mebelin altını silirəm hələ. Görürsünüz necə apardı. Çox qəşəngmiş həqiqətən. Artıq qazı da silək. Tərtəmiz elədi. Baxın burada yağ yaşıb. Artıq yüngül toxunuşla aparır. Tərtəmiz. Necə söküb yağı, bəh. Buna baxın. Oldu tertemiz.
Artıq aspirator setkasını da çox qəşəng eləyib. Baxın. Yağ getdi. Bunlar da aspiratorlar. Nə gündəydi, indi nə gözəl oldu. Artıq tərtəmiz oldu. Həm şüşəsi. Kafirə də vurmuşdum, onu çəkmədim. Yadınızdaydısa əgər burada bir sarı ləkə qalmışdı. O belə getdi. Yəni yağ ləkəsi. Təşəkkürlər Greenleaf.